Bəs gəlin görək körpəni necə çimizdirməliyik? Adətən doğum evlərində tövsiyə edirlər ki, həftədə 7 gün, yəni daim körpəni çimizdirəsiniz. Amma mənim fikrimcə bu mənim də sinfimdir, bu mənim ekspert rəyimdir. Bunu daim hər gün, yəni həftədə 7 gün etməyə heç bir ehtiyacımız yoxdur. Yeni doğulmuş körpəni həftədə 1-2 dəfə gigiyenik vasitələrdən istifadə edərək çimizdirmək tamamilə kifayətdir. Çünki balaca yeni doğulmuş körpələrimiz demək olar ki, çölə çıxmırlar. Onlar qum qutularında sürünmürlər, torpaqdan heç nə çıxarmırlar, düzdür. Yəni, əslində onlar təmizdirlər, elə deyilmi? Təl isə sadəcə olaraq adi bir nəm salfetlə, hansını ki, əvvəlcədən suyun altında islatmışıq, silmək olar, düzdür. Bütün o reagentləri oradan yumaq üçün, elə deyilmi? Yəni, bunu tam rahat şəkildə etmək olar. Vanna haqqında danışanda bu tamamilə normal bir şeydir. Slaydlar körpə üçün xüsusi vanna altlığı da tamamilə normal bir şeydir. Bunların hamısı sadəcə alətdir. Siz internetdə çox güman ki, kifayət qədər çox sayda ekspert və mütəxəssis görəcəksiniz. Onlar sizə deyəcəklər ki, uşaq üçün ən yaxşısı onu dərhal böyük, açıq vannada çimdirməkdir. Amma birinci dəfə uşaq dünyaya gətirən bir qadının baxış bucağından desək, mən yəqin ki, böyük vannanı seçməzdim və ona üstünlük verməzdim. Çünki bu uşağı tutmaq, onunla hərəkət etmək və ünsiyyət qurmaq həqiqətən də çox çətin bir işdir. Ona görə də əgər özünüzə tam əmin deyilsinizsə, tam rahatlıqla bu plastik, gözəl vannalardan birini alırsınız, bir də xüsusi oturacaq alırsınız, uşağı ora qoyursunuz, suyu 36-37 dərəcə arasında doldurursunuz ki, yalnız başı çöldə qalsın və özünüzə rahat və uyğun olan şəkildə uşağı yuyursunuz. Və heç bir boş danışan adamları dinləmirsiniz ki, güya uşağı yalnız böyük vannada yumaq lazımdır.